İmam Sadiq əleyhissalamdan bir hədis var ki, imam buyurur, məgər iman məhəbbət və nifrətdən başqa bir şeydirmi? İman məhəbbət və nifrətdən başqa bir şey deyil. İmanın iki təməli var. İki sütun üstə dayanıb iman. O sütunun biri məhəbbətdir. Kimə? Haqqa. Haqqın ardıcıllarına. Haqqı və haqqın əhlini sevmək imandır. İmanın birinci sütunu haqqı sevmək, haqqın əhlini sevməkdir. İnsan haqqın əhlini sevəndə, haqq əhlinə məhəbbəti olanda insan saflaşır, təmizləşir, ruhu təmiz olur. İnsanın özünü islah eləməyin ən gözəl yolu kamil bir insanı sevib onun dalıca getməkdir. O məhəbbət insanı islah eləyir. Kamillərin məhəbbəti, kamil insanları sevmək insanın ruhunu saflaşdırmaq xüsusiyyətinə malikdir. İnsanın ruhu saflaşır salih insanları sevməklə. İmanın əsas şərti haqqı sevmək. Bu birinci şərt. İmam buyurur, yox, bununla da məsələ bitmir. Haqqı sevməklə məsələ bitmir. Bir adam haqqı və haqqın əhlini sevə, məsələ bitmir. İman üçün bir dənə də şey lazımdır. İman kamilliyi üçün. O da nədir? O da batilə nifrət. Haqqı sevmək, nahaqqa nifrət eləmək. Bu iki şey bir yerdə insanın imanını şərtləndirir. Haqqı sevmək, haqq əhlini sevmək, batili və batil əhlini sevməmək, onlara nifrət eləmək. Bu imanın zəruri şərtləridir. Bir din ki deyir, bizim dinimiz, insanları sev, bağışla, sənə pislik eləyənə sən yaxşılıq elə, cəmaatı sev, məhəbbəti olsun cəmaatın sənin ürəyində. Sənə var gücü ilə pislik eləyənə sən var gücünlə yaxşılıq elə. Bunu deyən din deyir, batillə düşmənçilik elə. Bu qədər düşmənçilikdən çəkindirən din bir yerdə deyir ki, batillə düşmənçilik elə. Məkarimul əxlaq duası var. Gedin oxuyun Səhifə-i Səccadiyənin duaları çox mənalıdır. Onlardan biri də Məkarimul əxlaq duasıdır. Neçə duadan sonra imam belə deyir Allaha: İstəyirəm ki, səndən məni tərk eləyən dostlarıma mən də əvəz verəm. Dostlarımdan bəzisi məni tərk eləyib gedib. İstəyirəm onlara mən də əvəz verəm. Nə ilə? Yaxşılıqla. O insanlar ki, ehtiyacım olub getmişəm onların qapısına, məni məhrum eləyiblər. İmkanları olub mənə kömək eləməyiblər. Məndən əsirgiyiblər. Səndən istəyirəm ki, mənə tövfiq ver, mən onlara əvəz verim. Bunların bu əməlinə əvəz verim. Necə? Bəxşiş eləməklə. Onların qapısına getmişəm, əli boş qaytarıblar. İstəyirəm səndən ki, onlar mənim qapıma gələndə mən onları bəxşişlə qaytarım. Müxalifətim belə olsun onların əməli ilə. Yox, sən vermədin, mən də vermirəm. Yox, bu İslamın məntiqidir. Kim məndən qəti rəhm eləyir, yəni əlaqəsini məndən kəsir, mən onunla mübarizə aparım, nə ilə? Siley rəhmlə. Onlar kəsirlər, mən birləşdirim. Görün, nə gözəl dualardır. Bir insan bu sifətlərə malik olsa, nə dərəcədə üstün insandır. O adamlar ki, orada-burada mənim qeybətimi eləyirlər, oturub mənim sözümü danışırlar, pis söz danışırlar. Sən mənə icazə ver, Allahdan istəyir, tövfiq ver ki, mən onlarla müxalifət eləyim. Necə? Onlar bir dedi, mən 5 deyim. Yox, onunla yox. Mənim qeybətimi eləyənlərlə müxalifət eləyim, necə? Onların dalıca mən onların xeyir şeylərini, yaxşı sifətlərini danışım. Onlar məndən pis danışsın, mən onlar üçün yaxşı danışım. Bu vasitə ilə mübarizə aparım. Bu vasitə ilə onlara qarşı mübarizə aparım. Belə bir din deyir ki, batillə düşmən ol. Səndən şəxsi düşmənçiliyi olanları bağışda geçsinlər.
Başını qarışdırma o elə şeylərə. Biraz böyük adam ol. Kiçik adam olma. Biraz böyük adam ol. Keç insanlar üçün, bağışla insanları. Qəlbin biraz geniş olsun, dar olmasın. Amma bəzi insanlar var ki, haqla düşməndilər. Sənlə yox, haqla. Burada daim mərhəmət yeridir. Burada deyir, sən onlara qarşı düşmən ol. Quran deyir ki, şeytan sizin düşməninizdir. Siz də gərək ondan düşmənçilik eləyəsiniz. Çünki şeytanla da dost olsun, yavaş-yavaş şeytana çevriləcəksən. Ola bilməz Allahla da dost, şeytanla da ola bilməz. Allahı sevdiyin qədər şeytana da nifrət eləməlisən. Bu imanın şərtidir. Başqa bir yerdə var, o insanlar ki, sizin dininizi məsxərə eləyir, onlardan uzaqlaşın. Söhbətlərini dəyişənə qədər. Əgər nəsihətə qulaq asmasınız, bilin ki, onlar kim olacaqsınız. Onların tayı olacaqsınız. Mömin insanın həyatda bir meyarı var. O meyar haqdır. Haqqa bağlılıqdır. Haqqa bağlı insanları sevir, haqqa düşmən insanlara nifrət edir. Bu mömin insanın meyarıdır həyatda. Dostdur, tanışdır, qonşudur, yaxındır, yox. Haqqın dostudur, dostu, haqqa düşməndir, düşməndir. Bizim məzhəbimiz, baxın görün, Peyğəmbər zamanında onlar adlı sanlı səhabələri tənqid edir. Görürsünüz də bilirsiniz. Adlı sanlı səhabələri bizim məzhəb tənqid edir. Hörmətli, izzətli ağsaqqalları, səhabələri, Peyğəmbərin yanında olanları tənqid edir. Amma başqa məzhəblər nə edir? İnşallah pişikdir məntiqi ilə yanaşırlar. Eşitmişsiniz? İnşallah pişikdir. Birinin evinə üzdən iraq, üzr istəyirəm sizdən, it girir. Bu da bilirək it nəcisdir. İti götürür əlinə ki, çölü aparsın, atsın, gözünü yumur, deyir inşallah pişikdir. Özü-özünü alladır. Bəziləri belə yanaşır dinə. İnşallah pişikdir məntiqi ilə. Hamı yaxşıdır. Haqq bilinmir, batil bilinmir, səhv bilinmir, düz bilinmir, hamını yaxşı bilir. Qocalar, böyüklər, şeyxlər bu yolu gedib necə ola bilər səhv olsun? Amma bizim məzhəb başqa şey deyir. Deyir, şəxsiyyətlər haqqa bağlı olduğu miqdarda hörmətə də layiqdirlər. Şəxsiyyətlər haqdan nə qədər uzaqlaşdılar, bir o qədər hörmətdən də uzaqlaşırlar. Parlaq keçmişi olan çox adamlar haqqı tapdalaya bilərlər, onda gözdən düşəcəklər. Çünki biz şəxsiyyətləri yox, haqqı sevirik. Heç bir şəxsiyyətin tərəfdarı deyirik, haqqın tərəfdarı yox. Əbu Zərrər, Salmanlar, Miqdadlar, Əmmarlar, onlar hamısı əksəriyyəti buraxdılar o zaman. Gəldilər əlinin başına yığışdılar, Əl əleyhissalamın başına. Onların səbəbi bilirsiniz nə idi? Onun Əl əleyhissalamın yanına gəlməklərinin səbəbi nə idi? Səbəb bu idi ki, onlar haqqa bağlı insanlar idi. Onlar üçün meyar haqq idi. Cəmaatın saqqalına baxıb qiymət vermirdilər. Baxırdılar, görürlər, haqq hayandadır, ora gedirdilər. Mühüm budur. Ən mühüm məsələlərdən. Haqqı tanıyasan, batili tanıyasan. Azdır belə mömin, vallah. Haqqı da tanıya, batili də tanıya. Bu çox mühüm məsələdir. Onunla da insanlara qiymət verən. Cəmaatın böyüklüyü, hörməti, nəmnəyi insanın gözünü bağlamaya. Bir insan haqqa bağlıdırsa, böyük şəxsiyyət də olsa hörmətlidir, qara qulam da olsa hörmətlidir. İmam Hüseynin qoşunundakı olan o qulamdan çox danışmışıq, çox da oxumuşuz. Onun nə əsil nəsəbi var idi, nə tanınmış bir adam idi, nə böyük bir şəxsiyyət idi. Onu heç kəs tanımırdı onu. Onun qiyməti, dərəcəsi, əzəməti bundadır ki, haqqa bağlı idi. Amma nə çox qəbilə böyükləri, hörmətli, izzətli adamlar, hətta Peyğəmbər səhabələri ki, haqqa düşmən olduğuna görə onlar da nifrətə layiqdirlər. Bu İslamın ruhudur. İslamın ruhu, məzhəbin ruhu budur. Əl əleyhissalam Peyğəmbərdən sonra 33 yaşı var idi. 33 yaşlı bir cavan, barmaq sayıda tərəfdarları vardı. 2 əlin barmağından az idi tərəfdarı. 2 əlin barmağından. Əl əleyhissalamın məzlumiyyəti belə idi ki, 2 əlin barmağı bir yerdə onun tərəfdarlarından çoxdur. 33 yaşda cavan oğlan bu sayda
tərəfdarla ağsaqqallar da o yanda, əksəriyyət də o yanda, çoxları da gedib onların başına yığışıb. Bu əksəriyyət nə məntiqlə gedib onların başına yığışıb? Dillə bunlar qocadılar, şeyxdilər, ağsaqqaldılar, bunlar keçmişlər var, bunlar düz deyərlər. Bu məntiqə əsasdan. Onlar səhv eləməzlər. Amma əlinin başında olan azlıq o məntiqə əsaslanır ki, ancaq həqiqət səhv eləməz, ağsaqqal yox. Ancaq haqq səhv eləməz, həqiqət səhv eləməz. Həqiqət bunun tərəfindədir. Bugün istəyirik bir əqidəyə qiymət verək, deyək, gəlin sayaq, bu əqidənin ardıcılığı çoxdursa bu haqdır, bu əqidənin ardıcılığı azdırsa bu batıldır. Bu səhv fikirdir, məntiqsiz sözdür bu. Meyyar haqq olmalıdır. Zahirə yox, mahiyyətə baxmaq lazımdır. Möminlərin bir çoxu o zamanlarda və hər zamanda da, çox zamanda belə olur ki, zahiri görürlər, təəssüflər olsun. Mahiyyətdən xəbərsiz olurlar. Əli əleyhissalamın bəzi düşmənləri var idi ki, zahirən çox gözəl idilər. O ki, dində bəzi hədislər var ki, zahid belə olar, elə olar, bəzən baxırdım, bunlar elə idilər. Tövbə, zikir, zöhd, cındır paltarlar əyinlərində, dünyaya rəğbətsiz adamlar. Biz baxsaq deyərik, bəh-bəh, nə gözəl adamlardır bunlar. Dillərində istiğfar, dua, zikir, səcdə, namaz. Nə gözəl insan. Amma Əli əleyhissalam bunlarla düşməndir. Əli əleyhissalamla bunlar düşməndir, bunlar Həzrət Əli ilə düşməndir. O cür insanların 2000'ni birdən qılıncdan keçirtdi Nəhrivanda. Dilləri zikir deyən insanların 2000'ni birdən qılıncdan keçirtdi. Ondan sonra baxdı onlara, dedi ki, bu fitnənin gözünü mən çıxartdım. Məndən başqa heç kəs bu işə cəsarət eləməzdi. Çünki bunlar mömin qiyafəsində olan batıl daşıyıcılarıdırlar. Təqvalı görünən adamlar. İnsanları şübhəyə salırlar bunlar. İbn Abbas kimi adam getdi bunlara baxdı, tərəddüdə düşdü ki, ya əmir əl-möminin, bunların səcdə eləməkdən alınları qabar olub. Bütü başının üstündə qaldırıb sənlə döyüşən adamla biraz asandır döyüşmək. Bütü başının üstündə deyir, fikri nədir, sənlə vuruşur. Bir də var, dilində istiğfar sənlə vuruşur. Dilində Subhanallah, Allahu Ekber, qılınc əlində haqla vuruşur. Bundan çətindir. Əli əleyhissalamın gözəl sözləri var. Mən bir neçəsini oxumaq istəyirəm sizlər üçün. Belə deyirdi, bir dəstə quru müqəddəs inatlı və cahil adamın iki ayağını bir başmağa diriyib, onun bunun canına düşdüyü bir müsəlman cəmiyyəti nə qədər də yazıq bir cəmiyyətdir. Hansı güc bu ofsunlanmaz ilanların qarşısında dayana bilər? Hansı bir qüdrətli ruhiyyə bu təqva və zahidlik simaları qarşısında sarsılmaz? Hansı qılınc bunların boynunu vurmaq üçün qalxanda titrəməz? Kim cürət eləyər bunları öldürə? Zikr əhlini öldürmək olar? Quran əhlini öldürmək olar? Qılınc titrəyər əlində bunların başını kəsməyə. Amma mən bu işi gördüm və məndən başqa heç kəs buna cəsarət tapmazdır. Bu cür müqəddəslər tərəfindən İslamı hədələyən təhlükəni duyan mən, ancaq mən oldum. Onların qabarlı alınları, zahidanə geyimləri, həmişə zikirdə olan dilləri və möhkəm sarsılmaz etiqadları mənim bəsirətimə mane ola bilmədi. Çox qiymətli sözlərdir. Mən idim ki, duydum bunlar ayaq tutarsa, hamını öz dərdlərinə mübtəla eləyəcəklər. Bunlar bugün öldürülməsələr, sabah çoxu bunlar kimi olacaq. Və İslam dünyasını sarsıdıcı bir riyakarlığa düçar eləyəcəklər. Məgər Peyğəmbər buyurmamışdı ki, iki dəstə mənim belimi sındırdı, laqeyd, alim və müqəddəslik qiyafəsinə girmiş cahillər. Bu Əli əleyhissalamın sözləridir bunlar barədə. Bu elə insanlar idi ki, cəhalətlə ibadət qarışmışdı bunlarda. Əli əleyhissalam da cəhalətlə mübarizə aparırdı, onlarla yox. Onların ruhiyyəsi ilə, cəhaləti ilə mübarizə aparırdı. Çünki Əlinin gözündə cəhalətlə qarışmış ibadət ibadətdir, Əli əleyhissalamın məntiqində. Bir ibadət ki, cəhalətlə qarışıb, o ibadətdir. Onların ibadəti çox dəyərsizdir.
Əleyhissalam onlara deyirdi ki, siz şeytanın əlindəki oxlarsınız. Zirəng adamlar həmişə sizin kimləri vasitə eləyib haqla döyüşdürürlər. Cəmaat da çaşır. Siz danışanda təqvadan danışırsınız, dediyiniz ayədir, hədisdir, başqa söz danışmırsınız. Cəmaat da çaşır ki, bunlar axı gecə ibadət eləyən, gündüz oruç tutan. Ona görə insan gərək zahirə baxmaya, haqqı tanıya, batili tanıya. Haqqı sevə, batilə nifrət eləyə. Quranda var, əşiddəu aləl kuffar, ruhaməu beynəhum. Möminlərin sifəti. Öz aralarında mehribandırlar, kafirlərə qarşı sərtdilər. Harada məhəbbət var, yanında nifrət var. Haqqı sevib, batilə lənət. Bu İslamın məntiqidir. Quranın məntiqidir. Bunlar ikisi bir-birindən ayrılmazdı. İmam Hüseyn əleyhissalam ki, Kərbəlaya getdi, o hadisəni, o əzəmətli bir inqilabı yaratdı. Mən sual verirəm, görəsən məqsədi haqqı sevdirmək idi, yoxsa batilə nifrət elətdirmək? Tərəzidə çəksən bunların hansı ağır gələr? Diqqətlə baxırıq, görürük ki, düzdür, İmam Hüseynin məzlumiyyəti bizi ona bağlayır. Amma mən sizə sual verirəm, məgər Həzrəti Zəhranın qoluna qamçı vurmasaydılar, Həzrəti Zəhranın evinin qapısını yandırmasaydılar, siz Həzrəti Zəhranı çox istəməyəcəydiniz? İstəyəcəydiniz. Əleyhissalamın başını qılıncdan vurmasaydılar, qanını tökməsəydilər, məgər əleyhissalamı biz çox istəməyəcəydik? İstəyəcəkdik. Çünki pak insanlar həmişə zərrə qədər vicdanı oyaq insanların məhəbbətini cəlb edirlər. İstər məzlum olsunlar, istər olmasınlar. İmam Zaman ağa bugün məzlumdur. İmam Zaman ağa dövlət quracaq da məzlum olmayacaq. Haqq məzlum olmayacaq o zaman. Onda biz İmam Zaman ağanı sevməyəcək, sevəcək. Deməli, bəlli olur ki, İmam Hüseynin işində bu iki tərəfi tərəziyə qoysuq, İmam Hüseynin əsas məqsədlərindən biri batilə nifrət artırmaq idi. Onların simasını açıb dünyaya göstərmək idi. Yoxsa haqq elə haqdır. Məgər İmam Hüseyn ağanı sevmək üçün gərək onun əsxərinin boğazına ox dəyərdi ondan sonra. Məgər Əli Əkbəri doğramasaydılar İmam Hüseyni çox istəməyəcəkdi. Əlbəttə ki, istəyəcəkdi. İmam Hüseyn əleyhissalamın bu qiyamda əsas məqsədi batilin iç üzünü açıb batilə nifrət hissini göstərməkdir. Çünki batil bəzən örtülür. İmam Hüseyn dedi ki, hamını rüsva eləyəcəm. Hamınızı. Həm onları ki, yalandan din dili üzdə gəzir, göstərəcəm dünyaya ki, siz dindar dörsünüz. Haqqı müdafiə eləmədir. Olur da bəzən hərdən qiyamətdə deyirik örtüyə asılacaq, bəzi hadisələr var, dünyada örtükləri çəkir. İmam Hüseyn də örtüyü çəkdi çoxunun üstündən. O batil də gizlənmişdi örtüyün altında və yalandan özünü haqq tərəfdarı göstərənlər də. İmam dedi, bir iş görəcəm ki, dünya tanıyacaq, iman əhli kimdir, batilin əsl siması nədir və siz ki, yalandan din deyirsiniz, din üçün nəsə vermək lazım olanda əsir gecəsiz, cəmaat qiyamətə qədər biləcəksiniz kimsiz. Hamını tanıtdı. İmam Hüseyn ağanın əsas hədəfi bu idi. Və bu böyük bir dərsdir bizim üçün. İnsanın, mənim kimi biçarə insanın, günah içində boğulan insanın nicat gəmisi Hüseyndir. Hüseyn məhəbbətidir. Hüseynə ağlamaqdır. Vallah nicat gəmisidir. Ayətullah Mütəhhəri deyirdi ki, rəhmətli, deyirdi ki, İmam Hüseynə elə ağlayasan gərək. Elə bil ki, bir ana var, bir dənə oğlu var. O ana bir oğlunu itirəndə necə oturar ağlayar? Elə ağlayasan. Ayətullah Büruzirdi rəhmətullahi əleyh xanım Zəhranı deyir, yuxuda görmüşdü. Həzrəti Zəhra dedi ona ki, mənim oğlum Hüseynə ağlayanda Azərbaycanlılar kimi ağlayım. Dedi, necə ağlayırlar ki, Azərbaycanlılar? Dedi, oğlu ölən ana kimi ağlayırlar Hüseynimə. Ona görə onların ağlamağından xoşum gəlir. Onların ağlamağı mənə xoş gəlir. Zəhranın qəlbi şad olur. Ona görə yox ki, məqsəd elə ağlamaq. Ona görə ki, bax, bir saat danışır, yarım saat danışır, axırda zikri müsibət deməlidir. Nə deməkdir bunun mənası? Axırda onların müsibətini yad eləməlidir. Mənası budur ki, yəni bütün bu dediklərimi bunlar saxladı.
Səhərdən hədis deyirəm, ayə deyirəm, axırda da zikri müsibət deyirəm. Ki, bilin ki, bax bu ayələri, hədisləri bu qan saxladı. Bunu başa salmaq üçündür. Zikri müsibətin mənası budur. Hüseyin özü də royza oxuyub Aşura günü. Görün əzadarın qiyməti nə qədədir ki, Hüseyin royza oxuyub Aşura günü. İstəyirsiniz, inanmırsınızsa, baxın tarixə, bax, bir hadisə mən sizə deyim, bir neçə nəfər izin alır İmam Hüseynindən, deyir, icazə ver, gedək döyüşək. İmam deyir, day məni qoyub gedirsiniz, day məhəbbətim ürəyinizdən çıxdı, məni tək qoyub gedirsiniz, mən hələ heç, bəs Zeynəb, Rüqəyyə, mənim hərəmlərim, onlar köməksiz qalacaq axı. Sual verə bilərsən, ağa meydana gedənə bu sözləri niyə deyirsən, bəs bu neynəsin? Bu gərək meydana getsin, döyüşsün. Heç nə, İmam Roza deyir öz-özünə. İstəyir, onlar şəhid olmamışdan qabaq ağlasınlar, əzadar rütbəsini qazanıb ölsünlər, şəhid olsunlar. İstəyir, onların qəlbini riqqətə gətirsin. Hüseyin yolunda qan tökməmişdən qabaq Hüseyin üçün göz yaşı töksünlər, o rütbəni qazanıb dünyadan geçsinlər. Bunda böyük bir hikmət var, bu böyük bir dərsdir bizlər üçün. İstəyirəm xanım Zeynəbin müsibətindən bir neçə cümlə deyəm. Həzrəti Zeynəbin çox cəhətdən anası Fatiməyə bənzəri var idi. Çox cəhətdən. Həzrəti Fatimənin qəbri gizlidir, Həzrəti Zeynəbin də qəbri gizlidir. Suriyaya gedirlər, ziyarət edirlər, amma baxın, görün, tarixdə dəqiq yeri bəllidir Həzrəti Zeynəbin qəbrinin. Düzdür, rəvayətlərin çoxunda var, Suriyadadır, Şamdadır. Amma Mədinədə var, başqa yerlərdə də hədislərdə var. Dəqiq bəllidir, düzdür, hər kim buradan elə Suriyaya gedib xanım Zeynəbin qəbrinin başına dolansa, hələ qəbri olsa da olmasa da həmin savabı qazanacaq, təbii, şübhəsiz. Həzrəti Zeynəbin ziyarətidir. Amma onların ikisinin də qəbri gizlidir. Onun evinin qapısını yandırdılar, bunun da xeyməsinə od vurdular. Onu da döydülər, bunu da döydülər. Amma bir nəfər deyirdi ki, bir fərq var idi Həzrəti Zeynəblə Həzrəti Zəhra arasında. O fərq Zeynəbi çox narahat edirdi. O fərq bu idi ki, Zəhra öz imamı yolunda canından keçə bildi, Zeynəb keçə bilmədi. Zeynəb qanına boyana bilmədi, canını bu yolda verə bilmədi. Ona görə Zeynəb narahat idi və ondan sonra da nəticə alırıq. Nəticə də budur ki, deməli Zeynəb bilirsiniz Hasan rahat olurdu, sevinirdi. O zaman ki onun qoluna qamçı vururdular. O zaman ki öz imamının yolunda əziyyətlərlə qatlaşırdı, əziyyətlərin altına girirdi. O zaman Zeynəbin ürəyi şad olurdu. Və bir xanım da kididik oğlu ölən ana kimi ağlayanlar Zəhranın yanında əzizdilər. Bir xanım da Ümmülbənindir, Həzrəti Əbəlfəzlin anası. Mən bir hadisədə, bir nəqildə görmüşəm ki, deyir, gəlir Kərbəlaya bir gün. O zaman da indiki kimi dördü Kərbəlaya hamını buraxsınlar. Qapını açsınlar, desinlər, gəlin ziyarət edin. O zaman ziyarətə buraxmırdılar. Ümmülbənin deyir ki, bu mənim oğlumun, oğlanlarımın qəbridir. Buraxın məni, gəlin. Deyirlər, düzdür da, bu anasıdır bunların. Buraxın, gəlsin. Hamısı da gözləyir ki, indi Ümmülbənin gələcək, deyəcək, ay Əbəlfəz, ay Cəfər, ay oğlum, öz oğlanları üçün ağlayacaq. Bu şəhid anası daxil olur Kərbəlaya, görürlər, gedir Hüseynin qəbrinə tərəf. Gəlir, dayanır Hüseynin qəbrinin yanında, deyir, ay Hüseyin, ay canım sənə qurban olsun. Əbəlfəz haradaydı başlığı kəsəndə? Necə oldu ki, başlığı kəsə bildilər? Yəqin mənim Əbəlfəzlimi səndən qabaq şəhid elədilər, yoxsa Əbəlfəz baxa-baxa mümkün dördü sənin başlığı bədənindən ayırsınlar. Allah lənətullah aləl qavmizza.